أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا يحيى خذ الكتاب بقوة وآتيناه الحكم صبيا وحنانا من لدنا وزكاة وكان تقيا. الله. يا يحيى خذ الكتاب بقوة وآتيناه الحكم صبيا. الله الله. وحنانا من لدنا وزكاة وكان تقيا. الله. وبرا بوالديه ولم يكن جبارا عصيا. وسلام عليه يوم ولد ويوم يموت ويوم يبعث حيا. الله الله. وسلام عليه يوم ولد ويوم يموت ويوم يبعث حيا. صدق الله العلي العظيم. اللهم صل على Muhammed ve Ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat-ı salamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Salamlayıram əziz izləyicilərimizi. Yenə Quran və şübhələr verilişində siz əziz izləyicilərimizin xidmətindəyik. Həmişə olduğu kimi əziz ruhanimiz Hacı Elnur Xudaverdiyevlə birlikdə istərdim Hacı da salamlaşsın və mövzumuza davam edək. Buyur Hacı. Bismillahirrahmanirrahim. Və mən də öz növbəmdə əziz və dəyərli izləyicilərimizi salamlayıram. İnşallah Allahdan bu müqəddəs yolda hər birimiz üçün müvəffəqiyyətlər arzulayıram inşallah. Bəli, biz keçən verilişimizdə əziz Hacımız demişdik ki, əsli şübhə budur. Quran deyirlər ki, başqa kitablardan köçürülmə bir kitabdır. Tövratdan, İncildən Peyğəmbərimizə öyrədiblər. Hətta bəziləri bu iddia edirlər ki, Peyğəmbərimiz gizlicə gedib onlardan bunları köçürərmiş. Amma məsələ budur ki, biz istəyirik ki, bu fərqi görsünlər ki, necə köçürülmə ola bilər. Təbii ki, Allah sizdən razı olsun. Elmi ecazkarlığı Quranın mübariz tələb etməyi. Bunların haqqında siz geniş məlumat verdiniz və biz bu neçə verilişimizdə müqayisələrlə məşğuluq ki, Quranı başqa kitablarla əgər biz istəsək müqayisə eləyək, görərik ki, Quranla başqa kitabların nə qədər fərqi var. Biz keçən verilişimizdə Həzrəti Adəm əleyhissalamı Tövrat, İncil necə vəsf eləyir, amma Quran necə tanıtdırır. Biz o birisi verilişlərimizdə
Tövrat, İncil və başqa kitablar ki, təhrif olunublar, onlar insana Allah tərəfindən necə baxırlar, amma Quran necə baxır? Uca yaradanımızın özü Tövrat, İncildə necə vəsf olunub, amma müqəddəs kitabımızda necə vəsf olunub? Quran-ı Kərimin biz sətirlərinə baxanda, ayələrinə baxanda, başqa kitablarla müqayisə eləyəndə görürük ki, Quran-ı Kərim peyğəmbərlərin müdafiəçisidir. Peyğəmbərlərin məqamının, onların şəninin, onların rütbələrinin müdafiəçisidir. Tövratda elə bir yer, İncildə elə bir yer yoxdur ki, peyğəmbərlər əgər yad olunubsa, peyğəmbərlərə kiçildərək, onları hörmətsizlik kimi yanaşaraq yad olunub. Amma Quran-ı Kərimin xüsusiyyəti budur ki, peyğəmbərləri hər hansı vaxt onları yad eləyibsə, Quran-ı Kərim izzətlə, ucalıqla yad eləyib. Mübarək Saffat surəsində peyğəmbərlərimizi çox mükəmməl şəkildə uca yaradanımız vəsf eləyir. Mən istərdim ki, o ayələri biz oxuyaq və əziz izləyicilərimizə tərcümə eləyək bu rəsacımız. Çox gözəl vurğuladınız. Seyid, həqiqətən gəldi çatdıq bu Quran ayəsinə ki, və biz keçən səfər bəhsimizdə bu oldu ki, bu günləri peyğəmbərin şəni, məqamı barəsində Quran necə peyğəmbərlərimizi yad edir, o barədə əziz izləyicilərimizin xidmətində olaq. Bəli, Quran-ı Kərimin Saffat surəsinin 75-dən 81-ci ayəsinə qədər Allah Taala buyurur ki: "Və laqad nadana Nuhun feleni'mal mujibun və necaynahu və əhlehu minəl kerbil azim və cealna zurriyyətehu humul baqin və ilə axir." Allah bu ayədə, bu bir ayədir, digər ayələr də var ki, və Allah Taala çox izzətlə, əzəmətlə Həzrəti Nuh peyğəmbəri yad eləyirdi. Nuh bizi çağırdı və biz çox gözəlliklə onun nidasına cavab verdik. Bəli, çağırışına cavab verdik və onu və onun ətrafında olanlara nicat verdik, məlum hadisə ilə bağlı. Bəli, və onların nəsillərin dünyada qalıcı olaraq qərar verdik. Yəni biz qərar verdik ki, Nuh peyğəmbərin sona qədər nəslin olsun, davam eləsin və təbiidir ki, sonda da buyurur ki, salam olsun, Allahın salamı olsun Nuh peyğəmbərə. Bu nəyi göstərir? Bu ayədə biz yaradanımızın Həzrəti Nuh peyğəmbəri necə gözəlliklə, necə də izzətlə, hörmətlə, ehtiramla yad olunmaqlığın və Allahın nəzərində Həzrəti Nuhun necə əzəmətlə yad olunmaqlığın bizlərə Allah Taala göstərir. Bu bir ayədir. Bizim digər ayələrimiz də var. Biz mütaliə eləyəndə buna rast gəlirik ki, Tövratda isə uzaq olsun, əstəğfirullah deyərək mən bu sözə istəyirəm qeyd eləyəm ki, Nuh peyğəmbəri şərabxor kimi. Hətta evladları belə onun belə o üryan şəkildə ələ salırlar, onu rüsvay eləyirlər. Nuh peyğəmbər güya çıxır evladlarına nifrin oxuyur. Abırsız və şərabxor. Amma Quran-ı Kərim isə Həzrəti Nuh peyğəmbəri özünə ən yaxın bəndə kimi elan edir. Necə hörmətlə, necə izzətlə. Bilirsiniz, burada bir dənə nöqtə var, umumi bir nöqtə. Yəni fərqi əziz izləyicilər özləri görə bilərlər ki də, yəni bu kitabla o kitab necə bir-birindən köçürülmüş olar ki, birində peyğəmbərlər izzətə mindirilir, birində isə peyğəmbərlər kiçildilir. Burada bir dənə əsas nöqtə var. Əziz izləyicilərimiz bunu hər halda gözəl başa düşərlər. Digər dinlərin, məzhəblərin, təriqətlərin İslamdan qeyri. Bu bizim müqəddəslərimizə, peyğəmbərlərimizə qarşı və müqəddəs kitablarımıza qarşı onların bu cürlə davranışları şübhə ünvanında peyğəmbərlərin arasında şübhə atmaqları, kitablara qarşı şübhə atmaqları, onların əsas bir dənə məqsədi var ki, istəyirlər ki, peyğəmbərliyi, yəni o müqəddəsliyi insanların nəzərindən götürərlər. Həm də ki, bu kitabların müqəddəs olmaqlığın insanların nəzərindən götürür. Bu
istəyə çatmaqdan ötəri bütün şübhələri atırlar ortaya. Əslində onlar adların qoyublar, biz Tövratın davamçıları yox, biz Musanın davamçıları yox, biz İsa'nın davamçıları yox. Onların yalanı göz qabağındadır. Çünki Quran onları yalançı adlandırır, onların işlərinin də hamısını təkzib eləyir, onların dediklərini də təkzib eləyir. Yaxşı, onlar nə üçün bu işləri görürlər? Onlar istəyirlər ki, insanların Allahla olan bağını kəssinlər. Məqsəd budur. Bizim düşüncəmizdə budur ki, peyğəmbərlərin məqamı toxunulmaz bir məqamdır. Biz hətta onlara irad belə eləyə bilmərik ki, niyə peyğəmbər bu işi gördü? Çünki bunlar Quranın buyurduğu kimi, bunlar öz başlarından bir iş görmürlər. Hər nə eləyirlərsə Allahın nəzarəti iləndir. Məxsusən bizim peyğəmbərimizin haqqında var ki, Nəcm surasında və ma yantiqu anil hava in huve illa vahyun yuha. Yəni bu peyğəmbər hər nə danışırsa, vəhy danışır. Təbii ki, peyğəmbərimizin dövründə yaşayan insanlar da vardı ki, gəlib irad eləyirdilər peyğəmbərə. Mənim səhv eləmirəmsə sələ sailun bi əzabin vaqi. Bu surədə bunun təfsiri haqqında var ki, bir nəfər gəldi peyğəmbərə dedi ki, Qədirxumda ki, Əlini öz yeri və vəli təyin eləmsən, bu Allahın istəyidir ya ürəyin istəyi. Peyğəmbər dedi ki, mən və ma yantiqu anil hava in huve illa vahyun yuha. Deyir orada deyir ki, əgər Əli də oradan xəlifə olsa, Allah mənim başıma bir daş salsın ölüm. Yəni insanlar bəzən fikir daş da gəldi də. Yəni məsələ bilirsiniz nədir? Bəzi insanlar fikirləşirlər ki, peyğəmbərin məqamını kiçiltməklə öz məqsədlərinə nail olacaqlar. Bəli. Amma Həzrəti Əli əleyhissalamın bir məşhur hədis var. Səsə adında bir səhabə var idi. Həzrəti Əli əleyhissalamın gəldi yanına. Əli əleyhissalam dünyasını dəyişməmişdən əvvəl gəldi. Həzrəti Əli əleyhissalama nisbətən sual verdi. Bu məşhur bir misaldır, hədisdir. Bəli. Gəldi soruşdu: "Ya Əli, sən əfsəlsən Adəm, sən əfsəlsən Nuh, sən əfsəlsən İbrahim, sən əfsəlsən Musa, sən əfsəlsən İsa." Sonda peyğəmbərimizə gəlib çatanda Həzrəti Əli əleyhissalam buyurdu: "Mən peyğəmbərin qullarından bir qulam." Həzrəti Əli əleyhissalam boyda bir şəxsiyyət özün peyğəmbərin qulu hesab eləyir. Bəli. Yəni insanlara da çatdırmaq istəyir ki, o məqam ki var, peyğəmbərlik məqamı, o toxunulmazdır. Ora əl uzatmaq olmaz, oranı ləkələmək olmaz, ona günah nisbəti vermək olmaz. Həmən bu məntiq Quranın məntiqidir. Necə Quran peyğəmbərlərin məqamı ki, toxunulmaz saxlayır, insanlar gərək ora hörmətsizliklə yanaşmayalar, bu yolu peyğəmbər özü və təbii imamlar və səhabələr də buna riayət edirlər. Amma təbii ki, sonralıqdan bəzi insanlar gəliblər öz məqsədləri üçün peyğəmbərin belə günahkar olmağına. Dəlillər gətiriblər ki, dəlilləri deyil, öz ağıllarına uyğun dəlildir, amma əslinə qalanda məntiq Quranın məntiqidir ki, peyğəmbərlərin məqamı toxunulmaz məqamdır. Buyurun, Hacı. Çox gözəl vurğuladınız. Birinci, bizim əqidəmizdə, mən burada işarə vermək istəyirəm, bizim əqidəmizdə, ümumiyyətlə, İslam əqidəsində sütunlarından biri nədir? Peyğəmbərlikə inam. Yəni biz usul dində deyirlər də, biz inamımız və əqidəmiz budur ki, 124 min Allah tərəfindən göndərilmiş peyğəmbərdir və bu peyğəmbərlər məsum olmalıdır. Bəli. Məsum yəni nə? Məsum yəni bunların təfəkküründə, rəftarında, danışığında, hərəkətlərində xoşa gəlməyən bir hadisə ola bilməz. Bəli. Çünki Allahın göndərdiyi nümayəndə elçi belə ola bilməz. Amma bizim burada bəhsimiz bunun üzərindədir ki, biz digər kitablarda ancaq peyğəmbərlərə qarşı yad olunanda onları və onların ailəsi tohun olaraq göstərilməsin. Hörmətsizlik eləyərək, bəli, onları kiçildərək. Elə bil ki, adi insan, hətta adi insanlardan da bəzən aşağı olaraq. Çox. Məsələn, Nuh peyğəmbəridir. Ya Həzrəti İbrahim peyğəmbərin barəsində. Quran bu İbrahim peyğəmbəri paş din sahibi. Növbəti peyğəmbərlə özündən öncəki peyğəmbərlərin peyğəmbərlik irsini daşıyan bir adam kimi və sonraki peyğəmbərlər də İbrahimdən irs aparan bir peyğəmbər kimi tanıtdırır. Amma Tövrat və İncil necə tanıtdırır? Burada Həzrəti İbrahim peyğəmbərə 3 yanlış nisbəti verirlər, yalancı nisbəti verirlər. Məsələn, onu da bağlayırlar Quran-ı Kərimin bəzi ayələrində. Məsələn, inni səqimu. Quran-ı Kərimdə İbrahim peyğəmbərin dilindən var ki, İbrahim peyğəmbər deyir ki, mən xəstəyəm. Səqimi mənasında xəstədir.
bunlar bunu çox yanlış surətdə Həzrəti İbrahim peyğəmbərə ki, İbrahim yalan danışıb. Xəstə deyir idi, demişdi xəstəyəm. Ay sağ ol. Yəni amma Həzrəti İbrahimin orada məqsədi var idi, mən xəstəyəm. Amma xəstəliyin təbiidir ki, biz bunu keçən bəhslərimizdə dedik ki, hər bir ayənin, hər bir kəlmənin mənalar var. Yəni onu düzgün təfsir sahibçiləri bilməlidir ki, onu düzgün yerə yozmalıdırlar. Burada səqimdən məqsəd, yəni o xəstəlikdən söhbət getmir. Yəni cismi xəstəlikdən söhbət getmir. Yorğunluq ola bilər və başqa bir şeylər ola bilər ki, ruhi xəstəlik ola bilər ki, mənim ruhum sizin orada deyir ki, mən xəstəyəm, çünki onlar günah. Bilirsiniz bu hadisə harda baş vermişdi? Hacı istərdim ki, əziz izləyicilərimiz də onu bilsinlər. Xalq yığışmışdı, onların məlum bir günündə bayramları idi. Gedərdilər, bayramların qeyd eləyərdilər və təbii ki, günahla dolu bir bayram qeyd eləyirdilər. Həzrəti İbrahim əleyhissalama da dedilər ki, sən də gəl bizi ilə get. Həzrəti İbrahim buyur ki, mən xəstəyəm. Yəni əslində qalanı mən xəstəyəm, yəni mən sizin günah hərəkətlərindən, günah adətlərinizdən xəstələnmişəm. Sizin yəni o hərəkətləriniz məni yorur. Bəli, yorur. Əsli məsələ də bu idi. Və Həzrəti İbrahim getmədi ora. Ora getməyəndən sonra Həzrəti İbrahim əleyhissalam gəlir, girir o bütxanaya, bütxanada başlayır bir-bir bütlərin hamısını sındırır, aparır baltanı qoyur böyük bütün qucağına. Amma orada da bu yəni ikinci İbrahim peyğəmbərə yalançılıq nisbət gəlirlər ki, o bütxananın ağzını açırlar, görürlər ki, bütləri doğrayıblar, deyirlər bunu bir də şətdə qalan bir dənə İbrahimdir, bunu İbrahim eləyə bilərlər. Gəlirlər İbrahimə deyirlər ki, ya İbrahim bunu sən eləmirsən. Həzrət İbrahim deyir ki, bəl fəaləhu kəbiruhum haza. Bu böyük büt eləyib, bu balta da qucağında, yəni əslində onları ələ salmaq istəyirdi, onları başa salmaq istəyirdi. Yalan danışmaq istəmirdi. İstəyirdi onlara həqiqəti başa salmaq. Mən keçən verilişdə də yadınızda varsa dedim, Həzrət Əbu Zər o bir xanıma dedi ki, qadına dedi ki, getginən latla uzanı evləndir, görə evladları olacaq. Məsələ budur ki, bu Həzrət İbrahim əleyhissalam burada yalan danışmaq məqsədi deyirdi ki, onları onu başa salmaq istəyirdi ki, sizin buna Allah deyir ki, bu danışa bilmir, bir iş görə bilmir. Bəli. Yəni bütün bu hadisələri bu cür yalanları peyğəmbərin adına nisbət verir. Və üçüncüsü də deyirlər ki, Həzrəti İbrahim güya deyib ki, Sara ki onun yoldaşı idi, ona bacım deyərək müraciət edib və bu tamamilə cəfəngiyat bir şeydir. Bunun heç bir yerdə qaynağı yox, sənədi yox. Maraqlısı bilirsiniz nədir? Hacı, bu hadisə ki var, bizim bəzi məzhəblərin məşhur hədislərində belə qeyd olunur. Və mötəbər kitablarda da qeyd edilib ki, görün nə qədər bizim kitabımıza ki mümkün olmayıb, amma hədislərdə bu məsələni xatırladıblar. Deyirlər ki, deməli zamanlardan bir gün Allah əmr eləyər ki, bütün peyğəmbərlər gəlsinlər, şəfaət eləsinlər. Həzrət İbrahim əleyhissalam deyir ki, məni məzur bilin, üzürlü bilin, mən şəfaət edə bilməyəcəm. Həzrət İbrahimə deyirlər, niyə? Deyir, çünki mən 3 günahın sahibiyəm. Bu düşüncə Quran düşüncəsi deyir. Və hədislərimizdə də var ki, Peyğəmbərimiz, Allahın səlavat-ı səlamı olsun ona və onun pak ailəsinə, Peyğəmbərimiz buyurur ki, hədisləri götürün, Qur'anla uyğunlaşdırın. Uyğun gəldi bizdəndir. Peyğəmbərimiz deyib, imamlarımız deyib, hamısı bir nurdandır. Peyğəmbər də desə, imam da desə, eyni sözdür. Uyğun gəlmədi, fəzribuhu ələl-cidar. Götür onu vurun divara. Yəni bizdən ola bilməz. Məsələ budur ki, açıq-aşkara görülür ki, bu hədis özü Quranla ziddir. Quran peyğəmbərlərin məqamın qoruyur. Ona hörmətlə yanaşır. Amma elə bir hədis gətirib bəzən bir də görürsən ortalığa qoyurlar ki, o peyğəmbərlərin məqamına tohin eləyən, dəyişilmiş Tövrat və İncillə üst-üstə düşür. Yəni bəhsin sonu, mən bu bəhsi bağlamaq istəyirəm ki, qarşıda bizim çox geniş bəhslərimiz var. Sözümüzün nəticəsi bu oldu ki, peyğəmbərlərə ki, onları yalancı nisbəti verirlər və digər ədəbdən kənar həyasızlıq nisbəti verirlər. Bu qəti surətdə ola bilməz. Allah buna imkan vermir. Bizim əqidəmizdə budur ki, Quranın dediyi budur ki, Quran-ı Kərim bütün peyğəmbərləri Allah tərəfindən müqəddəs və izzətlə yad eləyib. Onu da Quran-ı Kərimdə bizlərə göstərir. Biz burada Quran-ı Kərimdə görürük Allah İbrahim peyğəmbərə, Nuh peyğəmbərə öz salamını göndərir və onu əzəmətlə yad eləyir. Bizə də düşən nədir? Bizə də düşən budur ki, Allah peyğəmbərləri necə əzəmətlə yad eləyibsə, biz də əzəmətlə bütün peyğəmbərlərimizi, Adəmdən ta sonuncu peyğəmbərə kimi bütün peyğəmbərlərimizi, Adəmdən xatəmə qədər. Bəli. Sonraki bəhsimiz Nuhun.
məsələsindədir ki, böyük bir şübhə atıblar Nuh məsələsində. Burada təbiidir, bu neçə dənə nöqtə var burada. Birinci, Tövratda Nuh peyğəmbərin əhvalatının necə baş verməliyin bir Tövratın baxışı var. Bəli. Bir də Qurani-Kərimin baxışı var. Biz Tövratla Qurani-Kərimin baxışına baxanda yerlə göy qədər fərq görürük. Elə. Tövrat nağıl kimi danışır. Bəli. Quran isə orada bizim ibrətlər. Sizin Bəli. yadınızda varsa ilk verilişimizdə siz demişsiniz ki, Quran bu hadisələri danışmaqdan məqsədi nağıl demək deyir ki, Bəli. bizlər oradan ibrət götürməyimiz üçündür. Mesajlar var. Bütün əhvalatlarda o kitablarda elə bilirsən ki, nağıl danışıb. Amma bu kitablarda hər hadisənin bizlərə olan mesajları, nöqtələri və ibrətləridir. Fərq açıq-aydın göz qabağındadır. Həzrət Nuhun məsələsində qeyd olunur ki, Tövratda deyir ki, Peyğəmbərin sözünə qulaq asmadılar, Allah göydən bəla göndərdi və bütün yaranmışlar, hətta quşlar da belə, hətta bitkilər də belə məhv oldu getdi. Amma Quranın baxışı tamam fərqli bir baxışdır. Mən istəyirəm Seyid, ümumi olaraq bir əhvalatı göz gətirək. Bəli. Ondan sonra bu əhvalatın içərisində olan nöqtələrə, deyilən, deyilməyən və yanlışlıqları, o şübhələri başlayaq yavaş-yavaş bildiyimizdən əziz izləyicilərimizin xidmətində olaq. O ki, Tövratda qeyd eləyiblər, yazıblar ki, Nuh peyğəmbərin dövründə insanlar çox gözəl, əndamlı, yaraşıqlı xanımlar var idi. Onların kitabının yazılanı deyil. Və qeybidən mələklər onların gözəlliyinə valih oldular və gəlirdilər və onlarla evlənirdilər, mədəni surətdə deyirəm. Və elə oldu ki, o gözəlliyə vurulurdular və qalırdılar, mələklikdən də çıxırdılar. Bu formada Allahın acığına gəlir. Və Allah acığa düşür. Görün, mənim mələklərim gəlir, onlar da sevirlər insan formasına və o ümmətin azğınlığa düşməliyi, Allahdan uzaq düşməliyi və Allah acığa düşür, qərara gəlir ki, bu qovma nifrin eləsin, bəla nazil eləsin. Və beləliklə Peyğəmbərinə xəbər yollayır ki, bura bəla nazil olacaq, bir gəmi düzət və bütün yaranmışlardan cüt-cüt ora daxil elə və həmçinin sən ətrafı da ora daxil elə və gəmidə mən o zaman ki sizə xəbər verəcəm, o zaman gəmiyə daxil olarsınız, yer üzərində böyük bir tufan olacaq və tufan kimlər ki bu gəmiyə minəcək, onlar nicat tapacaq. Gəmiyə minməyənlər hamısı məhv olub, aradan gedəcəklər. Bu Tövratın Tövratın baxışıdır. Amma Quranın baxışı tamamilə başdan ayağa ibrətdir. Biz inşallah növbəti verilişimizdə bu mövzunu davam etdirəcəyik inşallah. Həzrəti Nuh əleyhissalamın hadisəsi və o hadisənin Tövratla olan fərqi və bu hadisədə olan ibrətlər və bu hadisənin möcüzəvi tərəfləri haqqında inşallah gələn verilişimizdə danışacaq. Uca Allahdan istəyimiz budur ki, Allah bizi daima Quran və din xidmətində qərar versin, Quran və Əhl-i-Beyt xidmətində qərar versin. Allah amanında gələn verilişlərədək.